Sabat Şeyhani Kalima tərəfindən film toplusu və serial mən tərəfindən təmin edilmişdi. Rollarda Rəşid Safi, Məhəmməd Əl-Məcali Hüseyn rolunda, Xalid Əl-Qüveyyi Həsən rolunda, Şirin Cəngavər, Taysev İdris, Fətih Əl-Madari, Hamidi Talha, Bakro Adi bin Hatim və başqaları. Yaşlılar 9 iradə Allah hər ikisindən razı olsun və başqaları. Məhəmməd Sami Al-Anzi məhsuldur, Məhəmməd Dözməzlik. Kompozisiya Məhəmməd Al-Yasavi, Doktor Məhəmməd Əl-Hasain və başqaları. Riyad Vardiyani, Fadi Sobehi, Mahmud Nəsir Suayl Çabay, Rafi Vehibi Mahmud Xəlil, Mühəndis onun Quran Yusif Əl-Məqib, Zaqadamaq Sadir Allah Qasim, Məhəmməd Əl-Rasi Nasir Vardiyani, Məhəmməd Mustafa Qazaz Azab, Tafiq İskandar Faiz Abu Das, Tövfiq İskəndər Faiz Əbu Dan, Məhəmməd Fadi Əl-Həmavi Müştəri Əbu Sab, Malik Məhəmməd Muntir Abu Ras, Məhəmməd Fadi Al-Hamavi Ali Əbu Abu, Nadin Kadov, Məhəmməd Quhabani Al-Nacam, Nəcm Cəmil Qırhami, Ammar Bozisev, Mustafa Əbu Henrod Əşrəf Təlfa, Ulduz Nadia Odir Ənvər Xəlil, Ulduz Pire, Amral Qazi, Ulduz Abdelbasit Bar Kralifa, Abdullah Bahman, Abdullah Al-Amrani Elcam İsham Behlul, Zeynəb Əl-Smakavi, Yasir Abdul Al-Salatif, Ulduz Qasim Almod Böyük Sənətkar Abdelrəhman Əbu Əl-Qasim, Tac Haydi Lina Havarna, Əhməd Mənsil və başqaları. İmam Əli bin Əbi Talibin Allah ondan razı olsun səsindən ibarət film rəssam Kərim Misir. Bundan sonra bədii istehsal üçün Məhmədli Mamu Al-Arabi, Damal Al-Hasiyan, İslam və tarix məsləhətçisi Zati Əlləri Şeyx Həsən Əl-Hüseyni, Maliyyə Direktoru Aha və Qanlı Dürüstlük İslam Qazma Qatar maliyyə baxımından orijinal dəvəsi Abdülaziz Sami Al-Anazi, Səs Hücumu Al-Fos müalicəsi Məhəmməd Əl-Qaziyəli kimi elm-etmari məşqi Abdullah dedi. Bölüşdürmə və proqramlaşdırma Asim Əl-Bəni, müəllif Şərra Əl-Badad Əl-Damir Əbdülrəhman Əl-Avadi, musiqi bəstələmək musiqisin Xəlil Kamran bəstələyib Sami O. Qafan tərəfindən musiqi paylanması və başqaları.
Direktora kömək edin müğənni Abdullah Abu Al-Kahav, montaran və trafik BK döyüşü. Çıxış Əbdülbari Əbu Əl-Xeyr. Bilmirəm bu serialda dostlarınızla tanışmağa razısınızmı? İmam Həsən və Hüseynin Allah onlardan razı olsun sözlərində göydən məlumat və Şeyx Doktor Yusuf Kəlsavi Çaxni Ulama Müsəlman Birliyin prezidenti Şiyə nüfuzu Əlamət Seyid Məhəmməd Hüseyin Fədallah Şeyx Doktor Nəsir Fərid Fasil Misirin keçmiş müftisi Şeyx Əhməd Ali İordaniyan Baş Məhkəməsi Şeyx Fahab Əl-Züfeyli Şiyə nüfusu Əlamət Seyid Məhəmməd Hüseyin Fədallah Şeyx Doktor Nəsir Fərid Fasil Misirin keçmiş müftisi Şeyx Əhməd Ali Məhkəmə Hakimi İordaniya Şeyx Fahab Əl-Züfeyli Danisi Said Danisa Profesor Ömər Şeyx Salman bin Fəthi Odey Sarbazət İslam Today Fondu Şeyx Qays bin Muhammed Al-Mubarak Böyük Səudiyyə Alimləri Şurasının üzvü Şeyx Abdullah bin Şeyx Məhfuz Müsəlman Alimlər Birliyin sədr müavini Aliya Yanıçaça Muslim Citi Munavvara Dakar Ani bin Abdullah Al-Cübey Ümumiyyətlə Hakim Tataq Şeyx Muki Zuhayr Al-Sıvisi İslam İdarəsinin sahibi Sıhadı Araşvi Dəqiqəli bir usta Vakislavi Gitin zaman və İslam işlərini baş çəkdi. Namyana Sivya Fətva Animasiyası və Suriyalılar Nazirliyi Suriyalılar ziyarət etdi. Perçi tarixi yadlamaq, Şirsan sivil tarixini vasitəsi fotoşəkil çəkdirdi. Əli Salafi Liviya Doktor Məhəmməd Bərzanci İraq Doktor Məhəmməd Marfal Suriyadı Khaled Al-Kati Səudiyyə Ərəbistan Şeyx Həsən Əl-Hüseyni Sivil Bəhriyen onun ərəbcə ailə başçısı olan 50 yaxın şəxsiyyəti qeyd etmək olar. Bu seriyalar Kürdə razılaşır. Məhəmməd Hüseyin Fədallah Şeyx Doktor Nəsir Fərid Vasil Misirin keçmiş müftisi Şeyx Əhməd Halil İordaniyan Baş Məhkəməsi Şeyx Vəhhab Əl-Zuhali Danisi Sarqat Danisi Stadionu Dəmər Şeyx Salman bin Fəth Odey Sürpriz İslam Today Fondu Şeyx Qays bin Muhammed Al-Mubarak Böyük Səudiyyə Alimlər Şurasının üzvü Şeyx Abdullah bin Şeyx Məhfuz Müsəlman Alimlər Birliyin sədr müavini Müaviyə Əl-Həsayin Müaviyə Əl-Hüseyin Ey insanlar, şad xəbər, ey cəmaat, müjdə, ey cəmaat. Müjdə, sənin arxasında nə var ey xəras? Əli ibn Əbi Talibə beyət edildi. Nə vaxt? Səhabələrin hamısı meçiddədir və ona beyət edirlər. Beləliklə səhabələr öz işlərində qərar verdilər. Sonra nə olacaq? Bundan sonra nə var əşdə? Allah Taala yaxşını və şəri izah etdiyi doğru yolu göstərən bir kitab nazil etmişdir. Yaxşını götürüb şəri tərk et və hökmlər Allahın verilmişdir. O pakdır, səni cənnətə aparsın. Allah məlum ziyarətgahı haram etmişdir. Müsəlmanın müqəddəsliyi bütün hərəmlərdən üstündür.
Müsəlmanları ixlas və tövhidə çağırır. Müsəlman orkestri ki, müsəlmanlar onun dilindən və əlindən amanda olarlar. Zəruri hallarından başqa bir müsəlmana zərər vermək caiz deyildir. Cəmaata əmr etməyə tələsin, çünki cəmaat sənin qabağındadır və qiyamət saatı arxada qaldı. Nur olun ki, axirətə yetişəsiniz. Xalqı gözləyib ona görə Allahdan, onun bəndələrində və ölkəsindən qorxun. Sən hətta yerə və heyvanlara görə məsuliyyət daşıyırsan. Uca Allah itaət et və ona asi olma. Yaxşı görürsənsə götür əgər, pislik görəsən onu tərk et. Və yer üzündə az və aciz olduğumuz vaxt xatırlayın. Allah böyük həqiqəti. Mən Əz-Zübeyir bin Əl-Avvam Əl-Quraşi Əl-Əsədiyəm. Allahın kitabı və Rəsulun sünnəsi üzrə möminlər əmiri Əli ibn Əbi Talibə beyyət edirəm. Mən Təlhə bin Ubeyd Allah Əl-Quraşi Əl-Teymi Allahın kitabı və Rəsulun sünnəsi üzrə möminlər əmiri Əli bin Əbi Talibə beyyət edirəm. Mən Abdullah bin Ömər bin Əl-Xətab Əl-Qurəşi Allahın kitabı və Rəsulun sünnəsi üzrə möminlər əmiri Əli ibn Əbi Talibə beyyət edirəm. Əli ibn Əbi Talibə beyyət edirik, əmiri möminin. Nə deyirsən? Əmiri mömin Osman bin Əffan Allah ondan razı olsun öldürüldü. Vay sənin halına, vay hamınızın halına, siz xəlifə öldürüldü. Ey müsəlmanlar, Osman bin Əffan öldürüldü. Allah bizi öz qələbəsi ilə şərəfləndirmədi. Allah bizi öz qələbəsi ilə şərəfləndirmədi. Mədinəyə doğru yolumuza davam edək. İbn Məsləmə bu axmaqları tutaq. Xeyr, biz Levanta qayıtmamalıyıq və əmirimiz Müaviyyənin nə gördüyünü görməliyik. Ürəyim onu öldürdüklərini deyirdi. Allah rəhmət eləsin əmiyəli möminə ruhu ilə fitnənin qarşısını ümid edirəm ki, Allah onu, Allah Rəsulü və onun iki səhabəsi ilə cənnətdə bir araya gətirər. Biz tələsik geri qayıtmalıyıq, Əbdülrəhman. Qorxuram ki, səninlə geri qayıtmayacaq. Niyə? Möminlərin anası Osmanın qatillər orada olduğu halda şəhərə girməyəcəyinə and içdi. Möminlərin anası istədiyi kimi Məkkəyə qayıdacağını oğullarına, ailəsinə və bütün səhabələrinə başsağlığımızı bildirin. İnşallah. Osmanın ölümünə görə peşman olduqlarını, Ərəb Bədəvin ilə problemin nə olduğunu bilirsinizmi? Yox, onlar Ərəb Bədəvilləridir. Əgər onların arasında Peyğəmbər gəlməsəydi, onlar dağınıq tayfalar olaraq qalardılar və bir-birlərini öldürərdilər. Əgər Məhəmməd olmasaydı, sənin baban İsrailin dini onların ambarlarımızda at edərdi. Bu xarac yağışın ilkili, yağışın birincisi Əmim oğlu. Bu Osmanın öldürdüyü paltardır və onun qanı və onun həyat yoldaşı Fərq və sənin qızı Nailənin Allah düşmənlərinə tərəfindən kəsilən barmaqları. Ona de ki, ey Müaviyyə, onlar əmiyəli mömin Osmanın damarından damarına kimi öldürüblər. Ona qarşı çoxalıb haram ayda
öldürüblər. Allah Rəsulü sallallahu aleyhi və səlləm şəhərin hərəmində ona deyir ki, müsəlmanlar sənə deyirlər, ey Osmanın qisasını, ey Müaviyə Osmanın qisasını. Ona deyir ki, sən Osmanın vəllisisən, əgər onun qanı itərsə, sən nə bədbəxt bir himayətçisən, sən nə bədbəxt bir himayətçisən. Bəs nə vaxt gedəcəksən ey İbn Əl-Həkəm? Umayyənin oğullarını topladım, gecələr isə maskalanıb çölə çıxacaq. Bu tezliklə Osman Mədinədə bütün qohumlarını öldürəcəklər. Onlara icazə verəcəkmi Əli İbn Əbi Talib komandivi? Allah qorusun. Amma Əli Allahdan qorxu və qorxmurlar. Kim Allahdan qorxmaz, qorxmaq lazımdır. Ey Numan! Allah sizi qorusun, insanlar. Allahın xeyir duası ilə. Davam et. Əbu Bəkirin oğlu və Əlinin ögəy oğlu, vallah sən onlardan deyilsən. Onu burax, Əbu Məhəmməd, onu buraxın. Xəlifəni öldürdülər, indi şəhər onların mülkü olmuş kimi aramızda dolaşaraq bizi ələ salırlar. Narahat olma Əbu Muhammed, narahat olma. Əmir-əli Möminin Osmanın öldürülməsi cinayətində iştirak edən hər kəsin cəzasını verəcək. Allah ona rəhmət etsin. Lakin o ona beyyət, Allah ona rəhmət etsin, gözləyib onun qisası ilə bağlı fikir doğurdu. Onların işini mürəkkəb olduğunu və müalicə üçün vaxta ehtiyacı olduğunu deyəndə siz onun eşitmədinizmi? Bəziləri də onların yanında olub qətildə iştirak etməyib, qəbul etməyiblər. Bəziləri isə məlum deyildi. Onlardan bəzilərinin həqsizliyi bilinmədiyi bildirilib. Onların bəziləri Allahdan və onun xalqından yapışaraq qaçdılar. Millətin işlərinin qurulması indi hər şeydən üstündür. Mən 10 günü səbirsizliklə gözləyəcəyəm. Pak əmimiz Osmanın qanını ağırlaşdırılanların hamısından qisas almayanca həyatımı rahat olmayacaq. Allah rəhmət eləsin. Sakit ol Əbu Muhammed, rahat ol. Mədinə, Hicri 35-ci il. Səni Məkkəyə gələnlərə yaraşacaq şəkildə qarşılaşmağa imkanımız olmadı. Ey İbn Əl-Abbas, zəhmət olmasa, xoş gəldin. Zəhmət olmasa, zəhmət olmasa. Günümüzü kədərlə qaraladılar. Artıq sevinç üçün yer yoxdur. Əmir-əli Mömin öldürülməsi xəbərini aldığımız zaman biz Məkkədən çıxmışdıq. Kaş burada olaydıq ki, Əmir-əli Mömin müdafiə edə bilək, amma bunu edə bilmədik. Allah rəhmət eləsin, argumentinizi qəbul etsin. Amin. Oğlunuz Məhəmməd necədir? Eşitdim ki, o Əmir-əli Mömini Allah rəhmət eləsin, onu müdafiə edərkən yaralanır. Yaxşı, onun yaraları asandır, amma gözümüzün qabağında əmirimizin öldürülməsinə yaralarımız açıq qalacaq. Onu ancaq qisas şəfa verər. Əmir-əli Möminin Əli mənə bəsyan idarə etmək, İbn Əbi əmirin evinə keçmək əmr etdi. Və nə vaxt getmək lazımdır? Sabah səhər eviniz hazır olduqda gələn kimi bəsrə əhlindən Əmir-əli Möminə beyyət edəcəyəm. Əbu Qatada Əl-Ənsari də Məkkəyə təyin edildi. Xalid ibn Səid ibn Əl-Asın Farisi, Ubeyd Allah ibn Əl-Abbas da Yəmənə hakim təyin edildi. Ümid edirik ki, Əmir-əli Mömin Əlinin etdiyi əməllər bütün bölgələrdəki müsəlmanlar üçün xeyirlidir. Allahın köməyi ilə olacaq. Qardaşım, niyə narahatsan? Canım sənə fəd olsun, qardaşım.
Qorxuram bacı, adam fitnə çoxalanda məsuliyyəti öz üzərinə götürdü. Qəzəb və nifrət çoxaldı, cəmaatın işi şiddətləndi. Amma əmim Əbülhəsən hər şeyi qaydasına salmağı biləcək. Onu bərpa edəcək İbn Cəfər, onu bərpa edəcək. Amma sual budur ki, necə qılıncla o zaman günahsız canlılar düşəcək və bizi bunun üçün əvəz olunmazıq. Atamı görsənmi, nələr gözləyir? Mənim babam əleyhissalam belə şeylərdən keçib. Babam kafirlərlə üz-üzə idi və onların üzərindəki əmr göydən ona gəldi. İndi atamı Zeynəbə gəlincə o müsəlmanlarla üz-üzədir və vəhiy dayandırılır. Ey Əbu Məhəmməd, əmim Əli xilafət istəmədi. Onlar ona beyət etdilər. Xeyr, hətta onu buna məcbur etdi. Bəli, ona beyət etdilər. Daha əvvəl Osmanlı'da da beyət etdilər. Onu öldürdülər. Bəli, onu öldürdülər. Əbu Əbdürrəhman. Ürəkləri onlara necə icazə verdi? Əlləri onlara necə icazə verdi? Məgər qorxmurlar ki, Allah onları yerə batıracaq? Osman kimiləri öldürmək olarmı? Məni rahat bırax ki. Məkkəyə getmək fikrindəsən ey İbn Ömər? Bəli İbn Abbas. Şəhər məni bürüdü və mən artıq orada qala bilmirəm. Ola bilsin ki, müqəddəs evin yaxınlığında var. Mən içində olduğum şeydən mənə təsəlli verəni tapıram. Sizə nə deyəcəyimi bilmirəm, nə qədər ki, orada ruhunuz üçün bir ziyarətgah tapırsınız, sülh sizi müşayiət etsin. O, Əmir Möminə adam göndərdi ki, mənə Misrə çıxın, məni onun üzərinə təyin etdi. Mən İbn Sədi tanıyıram, sən də bunun tərəfdarısan, Allah sənə kömək olsun. Səni niyə narahat görəm, Əbu Məhəmməd? Vallah fitnə baş qaldı. Ümid edirəm ki, Allah Əmir Mömini dişindən xilas etsin. Əbu Əl-Həsən ikileminlərə tərəfdir. Ey Həsən, sizi əmanətləri heç vaxt
itirilməyən Allaha tapşırıram. Dininizi, əmanətinizi və son əməllərinizi Allaha tapşırıram. Əssəlamu və əleyküm salam. Məkkə. Ey İbn Əbi Amir, biz nə edə bilərdik ki, etmədik ki, Mərvan sənə demədimi ki, biz də Osman rəhmətullahi əleyhi kimi mühasirəyə düşdük. Mühasirəyə alındı, inandırıcı sözlərdi. İbn Əbi Bəkir, siz şəhərdə o təcəvüzkarları məhv edə bilərdiniz və möminlərin sərkədəsini müdafiə et. Sakit get, Əbi Amirin oğlu, sakitləş. Bizə onlara hücum etməmək əmr edən əmiyəli mömin Osmandır. Məkkə evlərinə get, Əbdülrəhman hər umay evində dəfn mərasimlərini görmək hamısı Osman üçün ağlayır və onu sağ-salamat müdafiə edə bilmədiyimiz üçün Allaha and olsun ki, Osmanı dəstəkləmədiyimizə görə bizi məsuliyyətə cəlb edirlər. Biz onun qatillərini tək etməzdik. Yer üzündə umay evindən bir nəfər qalsa belə. Nə deyirsən ey İbn Əl-Həkəm? Osman təkcə Umey nəslin mülkü deyil, o hər bir müsəlman xəlifəsidir və hamımız onu öldürənlərin cəzasını tələb etməyə borcluyuq. İndi isə Allahın hüdudlarını müəyyən edən bir canişimiz var. Bu nə vaxtdır? Bu dəstələrin çoxu şəhəri tərk edib, əgər onlardan qisas almaq istəsəydi, onlar öz metropoliyalarına qaytarmazdı. Allahdan qorxun İbn Əbi Amir, əmiyəli mömin Əli üçün işlər hələ həll olunmayıb. Bəs siz kimin üzərində qisas almaq istəyirsiniz? Osmanı öldürənlər və ya suiqəst edənlər bir-iki deyil, yüzlərlərdir. Onlara cəza təyin etmək üçün əvvəlcə təsdiq, sonra dəlil isbat etmək lazımdır. Biz möminlərin anası Ayşə ey Əbdülrəhmanla danışmaq istəyik. Möminlərin anası sizə nə edə bilər? O Məkkəyə qayıdandan bəri onun üçün ağlayırsan. Peyğəmbərimizin arvadı və Sidiqin qızından başqa kimimiz var ki? Əmi oğlun haqqını istəyirsən, uca Allahdan başqa heç bir güc yoxdur. Hansı labirintə girdik, hansı labirintə girdik? Əmir-əli möminin məndən istədi ki, istədiyim qədər əskəri özümlə Şama aparım, Levan xalqının beyyətini əldə etmək, amma bilmirəm Hüseyin, mən bununla rahat deyiləm. Bəs siz nə edəcəksiniz? Mən mühafizəçi kimi 10 komitə ilə gedəcəm, mən Levan xalqının sevgisini qazanmağa çalışacağam, Əmiyəli mömindən məsləhət almaq Şam əhli. Əmiyəli mömin sevdiklərinə sadiqdirlər. Siz bu işi görəcək ən yaxşı insansınız. Şəxslər sizi sevir. Bağışlayın oğlum, mən səyahət etməyə hazırlaşmaq üçün getməliyəm. Lev Allahın xeyir duası və Allahın təhlükəsizliyi ilə xahiş edirəm. Biz tərəfdarlarımızın şəhəri tərk etməsini dayandırmalıyıq. Çünki onların getməsi bizim üçün pisdir. Və cəmaat bizə qəzəbləndiyi halda niyə şəhərdə qalırsınız? Ey insanlar, əgər biz şəhərdən çıxsaq, düşmənlərimiz əmiyəli möminə bizdən qisas almağa tapşırmayana qədər rahatlıq tapmayacaqlar. Əgər arxamızda onlara qarşı dura biləcək tayfalar olmasaydı, biz bütün bunları etməzdik. Allaha and olsun ki, əgər kimsə əmiyəli mömin Əliyə hücum etməyə cəsarət etsə, biz onları Osmana qovuşturacaq. Qorxuram ki, Əli İbn Əbi Talib onların yanında olacaq. Və biz onun üçün bunu etdiyimiz zaman niyə o onların yanında dayansın? O sənin gördüklərini görmür və iş sakitləşəndə Osmanın öldürülməsinə iştirak edən hər kəsin qisası almaq üçün təşəbbüs göstərəcək. Allah sizi qorusun əşdər. Bəli, böyük şəhərlərə qayıtmaq düzgün deyil. Mənə gəlincə əlimdən gələni etdim. Mən xalqımı Misrə və bizdən bir soruşanlara qayıdacağam. Biz buna hazırıq.
Bizə gəlincə hər sakitləşənə qədər buranı tərk etməyəcək. Salam olsun sənə. Və aleyküməssalam. Sən kimsən və nə istəyirsən? Üst, Numan İbn Bəşir Əl-Ənsari. Bəli, Ən-Numan İbn Bəşir möminlərin anasının risalətini daşıyır. Ümumi ana Həbibə binti Əbi Sufyan Şahzadə Müaviyyəyə. Davam et Ənsari, irəli get. Ey cəmaat, bunlar ölmək gedirlər. Biz Osmanı öldürməkdə ehtiram olunmayana qədər şəhərdən çıxmayacağıq. Doğrudur, şəhəri tərk etməklə sübut etdilər ki, Osmanı öldürən onlardır, biz yox. Şəhəri tərk etməyəcəyik, şəhəri tərk etməyəcəyik, şəhəri tərk etməyəcəyik. Bu bizim vəzifəmizdir, ey İbn Qeys. Biz də bunu edəcəyik. Allahın salamı və rəhməti və bərəkəti üzərinizə olsun. Allahın salamı və rəhməti və bərəkəti üzərinizə olsun. Bu, möminlərin anası Əbi Sufyanın qızı Ümmü Həbibənin sizə xəbəridir. Bunlar Əmir-əli Möminin Osman bin Əffanın paltarıdır. Orada öldürüldü. Bunlar onun qanına, namusuna və evinə xəyanət edənlər kimi Əl-Fərəfəsənin qızı Nailə xanımın barmaqlarıdır. Dostun hanı? Bu Osmanın paltarıdır. Bu Osman İbn Əffanın paltarıdır ki, canı xəyanətlə alınmışdı. O soyuq əllərlə və Allahın həqiqətən kör etdiyi ürəklərlə öldürülmüşdü. İmam şəhid oldu. Ulduzlar onun əmrində olsun, günəş isə onun üçün bir tutulma ilə doğar. Ey canım şövqü, tabutun kürəyindən və çiyinlərdən götürsələ, bu Osmanın köynəyi, bu Osmanın paltarıdır. İraq, Küfə, Hicri 35-ci il. Allah Rəsulunun səhabələri və Mədinə əhli Əmir-əli Mömin Osman bin Əffan rəhmətullahi əleyhi və səlləmdən sonra Əmir-əli Mömin Əli ibn Əbi Talibə beyət etdilər. Allah rəhmət eləsin. Və məni Küfəyə hökmdar təyin et və məni yanına göndər və ona beyət etməyimi xahiş et, ey Küfə. Xəlifə Əbul Həsənə mübarək olsun. Mən Udey bin Hatim Əl-Tayyəm. Mən Əl-Tay adına Əli ibn Əbi Talibə beyət edirəm. Allahın kitabı və Rəsulun sünnəsi ilə möminlərin əmiri. Və mən Hənə ibn Urvə Əl-Muradiyəm. Muradi adı ilə Allahın kitabı və Rəsulun sünnəsi ilə möminlərin əmiri Əli ibn Əbi Talibə beyət edirəm. Ölçülərinə görə axırdı o qəlblərin, qulaqlarını və gözlərin həyatına nazil etdiyi vəhiy yer üzünə bitkilərlə endidiyi suya bənzədir. Qəlbləri vadilərə bənzədir. Böyük elm ehtiva edən böyük bir ürək içində çoxlu su olan bir dərə kimidir.
Ey İbn Hənif, yemək bizimlə bölüşməsənmi? Yemək istəmirəm. Və belə oldu və Osmanın qanı indi sənin boyundadır. Boşa getməyin. Numan bin Bəşir Əl-Ənsarinin dediyini eşitmisiniz? Mənə məsləhət ver, mənə nəsihət et. Allah mənə rəhm etsin və sənə rəhm etsin. Və uca Allah öz müqəddəs kitabında buyurdu. Onların əmri öz aralarında məsləhətləşməlidir. Osmanın qətilinə ölüm, Osmanın qətilinə Qulaq as, Əbu Əbdülrəhman, Osman İbn Əffan bizim xəlifəmizdir. Ya onun qanını istəyəsən, ya da təqaüdə çıxacağıq. Bəli, Əbu Sufyanın oğlu, Allah and olsun ki, mən xəlifəmizin qatillərindən qisas alana qədər zövcəmə toxunmayacağam, yatağımda yatmayacağam. Kim mənim andım, kimi and içsə indi danışsın. Osmandan qisas al, Osmandan qisas al, Osmandan qisas al, Osmandan qisas al, Osmandan qisas al. Onlar şəhərdə qalmaqla onu murdalayırlar. Əmir-i mömin onlardan qisasını nə vaxt alacaq? Əbu Həsən indi valilərin işlər ilə məşğuldur və valilərin əmrini yerinə yetirdikdən sonra özünü onlara həsr edəcəkdir. And içirəm ki, daha evdən çıxmağa dözə bilmirəm. Qarşımda bu dəstələri görməmək üçün onlar hər yerdədir. Osmanın evində zindanda olduğu zaman onun şəklini gözdən qaçıra bilmirəm. Kaş Amr bin Əl-Asi və başqalar kimi o öldürülməmişdən əvvəl biz də Mədinəni tərk edəydik. Bir çox səhabə bu qatillərlə yaşamamaq üçün Mədinəni tərk etdi. Onların işini Əmir-i möminə həvalə edək. Qorxuram ki, onlardan qisas ala bilməyəcək, onlar çoxdur. Vallah Əbul Həsənin yükü ağırdır və qorxuram ki, bu iş bitməyəcək. Çoxlu qan tökülmələri istisna olmaqla. Onların bəziləri öz metopalarından qaçıblar, digərləri hələ də şəhərin kənarındadır. Qisas nə qədər geciksə, bir o qədər çətin olacaq. Özümü heç vaxt bağışlamayacağam. Osmanın gözümüzün qabağında öldürülməsidir. Ya Təlhə biz nə edə bildik ki, etmədik. Məgər Əmir-i mömin bizim onlarla vuruşmamağa mane olmaqla bizə bu xof vurmadı mı? Onu öldürəcək qədər irəli gedəcəyini gözləmirdik. Bu bəhanələr artıq məni baş verənlərdən azad etmir. Hiss edirəm ki, bunu yalnız özümü buna inandırmaq üçün deyirəm. Bundan daha çoxunu edə biləcəyimi hiss edirəm. Bəli, mən bundan artığını edə bilərdim. De, gör oğlum, Qurani Kərimdən nə əzbərləmişsən? Mərhəmətli, rəhimli Allahın adı ilə Nun qələmə ant olsun yazdıqlarına görə Rəbbinin lütfü ilə sən dəli deyilsən. Əslində sizin sonsuz bir mükafatınız olacaq. Sən isə böyük əxlaq sahibisən. Sən də görəcəksən, onlar da görəcəklər. Uca Allah doğru danışdı. Uca Allah doğru danışdı. Yaxşı etdin. Afərin oğlum, yaxşı etdin. Yemək üçün qalx. Oxumağa davam etmək istəyir. Ya Ali, baban Allahın salavatı və salamı olsun dedi, özündə haqqın var. O zaman yemək sənin oxumağa marağın həzələyəcək oğlum. Gedək, gəl oğlum. Möminlərin anası Ayşə nə edə bilər, ona görə də gəlib onun üçün ağlayırlar. Bu sözləri onlara dedim ey İbn Ömər, lakin onlar onun yanına gəlirdilər. Həfsə binti Ömər onların vəziyyətini mənə danışdı, onlar da onun yanına axışırlar və Ümmü Sələməyə, amma bu Əmir-i mömin işidir.
Amma deyirlər ki, Əmir-Əli Möminin işdən yayınır. Ey Əbdürrəhman, Əli ibn Əbi Talib insanların qalib gəldiyi adam deyil. Müsəlman işləri ilə məşğuldur. Beləliklə işlər bir az sakitləşib doğru olanda məhz budur. Bilmirəm İbn Ömər, amma məni narahat etməyə başladı. Məsələ burasındadır ki, Əbul Həsən Osmanın rəhmətullah əleyhi, Allah ona kömək olsun. Hey! Və bizə kömək olsun deyə çəkindiyi fitnədən çəkinmək istəyirdi. Müaviyə sarayı. Bizə gec gəlirsən, Əbu Abdullah. Fələstində olarkən xəbər mənə çatdı, gecəmi yatmadım və səhər birbaşa sənin yanına getdim. Sakit ol, Əbu Abdullah, rahat ol, onun qatilləri qaça bilməyəcəklər. Ey Osman, Müaviyə, ey Osmana! Və Levant əhlindən bəziləri onlardan qisas almadıqca qadınlarına toxunmayacaqlarına və ya yataqda yatmayacaqlarına and içiblər. Mən Osmanın əmisi oğluyam. Onun vəlisiyəm. Uca Allah öz müqəddəs kitabında belə buyurmuşdu. Allahın haram buyurduğu canı haqsız yerə öldürməyin. Əgər o haqsız yerə öldürülsə, biz onun varisinə səlahiyyət verərik. Amma öldürməkdə həddi aşmasın, çünki ona kömək ediləcəkdir. Qulaq as, əmi oğlu, mən iştirak etdim Rəsullahın sallallahu əleyhi və səlləm bütün səhabələr, üstəlik Əli hamısı onlarla vuruşmaq istəyirdi. Lakin Osman rəhmətullah əleyhi bizim onlarla vuruşmaqdan və onu müdafiə etməkdən çəkindirdi. Fitnə qorxusundan onda onlar bir və ya iki deyil, onlar çoxdur. Yer üzünü doldursalar da öldürəcək. Bilirsiniz ki, səhabələr xəlifə olaraq Əli ibn Əbi Talibə beyət etdilər. O onlardan qisas almalıdır. Mən Osmanın qatilləri sağ ikən heç kimə beyət etməyəcəyəm. Osmanı öldürülməsində iştirak edənlərin hamısını öldürməzdən əvvəl Əlimi xəlifənin əlinə qoymayacaqam. Osmanı haqsız yerə öldürüldü və bəzilər onu Əli ibn Əbi Talibin ordusunda öldürdülər. Onlar ən qorxuludular. Əgər beyət etsək, bizə zülm edib hücuma keçərlər və Osmanın qanı itər. Onlar Osmanı öldürmədilər, ancaq Əməvilərə lənət olsun deyə. Əməvilər öz əmisi oğlunun və xəlifələrinin qanının qisasını alsalar, günahkardılar. Güman etmirəm ki, Əli əleyhissalam onların əmri olmadan onları öldürməyə qəbul edər. Tələb etməmişdən əvvəl fitnələri qərar olsun. Əks halda bizim Misir, Küfə və Bəsrə cəmaatını öldürməyə hazırıq. Əli belə edərsə bir eşidəcək və ona itaat edəcək. Və sən İbn Aslan nə niyyət etdin? Demisinizmi ki, Əməvilər öz əmisi oğlunu və bəli, xəlifənin qanunu tələb etməsələr günahkardırlar. İndi ki, onu öldürüblər, heç kim onları öldürməyimə mane olmayacaq. İcazə verirsənmi İbn Hənif? Biz sizə Əmir-Əli Mömin Əli ibn Əbi Talibə beyət etdiyimizi bildirməyə gəlmişik. Bəlkə mənə bir şey demək istəyirsən, ey Əhnəf. Mənə aid olmayan şeyləri soruşmağa öyrəşməmişəm. Kaş bütün insanlar sənin kimi olaydı.
Ey Bəs əsnaf. Allahın insanlar üçün imtihanı nədir şəhzadə? Allah dedi, bir-birinizi tanıyasınız deyə sizi millətlərə və qəbilələrə ayırdı. Allah yanında ən hörmətlinizi, ən yaxşınızdır. Allah biləndi, xəbərdardır. Allah ey əhnəf bəxtiyar olsun. Bəs bu insanlar hansı mənada özlərini Allah Rəsulun səhabələri ilə bərabər görürlər. Sonra varisləri təcrid etməyə və varisləri seçməyə başlayırlar. Allah and olsun ki, biz Peyğəmbərə kömək etdiyimiz zaman onlar bizimlə deyildilər ki, biz Allahın kəlamını yerinə yetirmək üçün öldürüldük. Düşünürəm ki, gizlincə oynayan bədxah əllər var. Onları Allah Rəsulun sallallahu əleyhi və səlləm səhabələri ilə bərabər olduqlarına inandırmaq, beləliklə onlar sizin üçün gördüklərini özləri üçün də istəyirlər. Onlar da sənə aid olanı soruşmağa başladılar. Bəli İbn Qeys, biz hər bir insan üçün öz yerini saxlayırıq. Beləliklə Allah Rəsulu bizə öyrətdi. Əgər onların haqqını tələb etməklə məhdudlaşsaydı, biz onlara etiraz etməzdik. Lakin onlar Allah Rəsulun səhabələrini din adı ilə təhqir etməyə başladılar. Bu, onların Qurani-Kərimin mətnlərini yanlış anlamaların nəticəsidir. Din yıxanların yetərincə dərk etmədikləri üçün özlərinə təlkin etdikləri təqva nəticəsində. Quranın mətnlərini başa düşmək üçün Allah Rəsulun səhabələri onlara ən yaxşı köməkçi olurlar. Özlərini aldatdılar, buna görə onları aldatdı. Onların əksəriyyəti öz tayfalar üçün fantazimlə çıxarırlar ya da qazanacaqlarına hərislik. Ona görə də onlarla məşğul olmaq, onların bütün şıltaqlıqlarını nəzərə almalıdır. Əks halda onlarla barışmaq üçün heç bir yol yoxdur. Allah onlara və ən yaxşısını nəyə görə istiqamətləndirir? Müsəlmanlar. Amin. Qorxuram ey Səba oğlu, niyə burada qaldıq? Əgər Əli ibn Əbi Talib bizim üçün azad olsa, Osman ibn Əffanın qanının tökülməsinə övfər verimiz üçün bizə cəza verəcək. Rahat ol, nə qədər ki biz şəhərdəyik, biz dağılışmayana qədər o bizim üzərimizə cəza çəkər bilməyəcək və əgər o bizdən hesab çəkməyə çalışsa, ərəblər ona qarşı qiyam qaldıracaqlar. Niyə ona qarşı üsyan edirlər? Çünki onu xəlifə edənlərin özləri olduğunu düşünürlər. Onların Osmanı öldürməklə öyündüklərini eşitmədimmi? Onu əli ilə əvəz etməli. Eşitdim. Əgər onlardan qisas almaq istəsə, deyəcəklər ki, iş onun üçün bitənə qədər bizi aldatdı. Onları necə aldada bilər ki, əvvəldən onlarla razılaşmır və Osmanın öldürülməsinə qarşı çıxırdı və onun o olduğunu inanırdılar. Deməli, onların səhabələrə qarşı cəsarətli olduqlarını görürsən və İbn Odayis Qafi və başqalarının təkəbbürü gətirir. Kütlələrə gəlincə onların axmaqlığı onları gətirdi. İkisi də gördü ki, Osmanı öldürmək lazımdır. Burada bu və bizim arasındakı əlaqə hamısı müvafiqdir. Osmanın gözlədiyini Əli gözləyirdi. Fərqli xasiyyətlərə malik olsalar da eyni cinsləndilər. Demək istəyirsən ki, Əli fitnənin qarşısını almaq üçün Osman kimi bizimlə vuruşmayacaq? Bəli, başa düşməyə başladın. Əli fitnənin qarşısını almaq üçün ən dinc həll yollarını düşünəcək. Və ən təhlükəsiz həllər hansıdır? Ən təhlükəsiz həllər bizə dağılışmağa və evə qayıtmağa imkan verir. İş ona aydın olduqda bütün qəbilələrdən fitnədə iştirak edənləri təhvil vermələrini istəyəcək. Onları məhkəməyə vermək düzgün tələbdir. Ey İbn Səba, biz bu haqlı tələbə görə başımızdan çıxacaq, bizi ölümümüzə sən gətirdin. Serial Azad Azərbaycan televiziyasında səsləndirilmişdi. Ayın yanvarın 12-sində 2025-ci ildə Astrix kanalında dublyaj olunmuşdu. Rejissor köməkçisi müğənni Abdullah Əbu Əl-Xeyir, işıqlandırma və fotoqrafiya direktoru Abdullah Əl-Hamir, Məram 1-ci Salih Əl
Multi Montaj və Frankız Abdulman Fazı isə köməkçi müəllim Mariye, milli vəkil, operator Mamal Əli, Rahidə, maliyyə direktoru A və İnkişaf Səmiyə, Osman Qazma, Qatıra, Musiqi, Xəlil, Qarxan, istehsalçı Suriya. Seriyalı tərcümə etdi Süleyman Fərzəliyev. Səsləri qurlaşdırdı Elxan İslamov. Montaj etdi Tariyel Mehdiyev. Kompüterin sahibi Adəm Allahyarov. Seriyalı sifariş etdi İslam dini. Seriyalı səsləndirdilər İlyas Məmmədov, Səid Vəliyev, Əli Məhəmmədov, Vüsal Mehdiyev, Rövşən Allahşükürov, Əbəlfəz Həsənov, Nadir Şəmilov, Məhəmməd İsağov, Anar İbrahimov, Cəfər Əliyev, Şirin Məhəmməd Rızayev, Süleyman Axundov, Rafiq Məhərrəmov, Ömər İsmailov, Zakir İsmailov, Pərviz Parov, Əhməd Əliyev, Allahverdi Muradov, Muxtar Ağayev və İlham İskəndərov. Serial Azərbaycan dublaj studiyasında 2025-ci ildən səsləndirilmişdi. Yanvarın 12-sindən ASTV kanalında.